Taksi sürücüləri kütləvi şəkildə boykot etməlidirlər. Son günlər Bakıda taksi sifariş edəndə qiymətlərin dəyişməsi və bəzi hallarda gözlənilmədən artması ilə bağlı iddialar var. Bizim Səmayənin də mövzu ilə bağlı reportajı var. Əhmədliyə getməliydim. Normalda məsələn 6 manatlıq, 7 manatlıq olan yolu həmin günü 18 manat aparmışdılar məni. İnsanlığa sığmayan bir şeydir. Yəni istifadəçilikdir. Maşınlar azalırsa, sifarişlər çoxalırsa, dərhal burada qiymətləri qalxmağı müşahidə oluna bilər. Sərnişinlər bildirirlər ki, eyni marşrut üzrə qiymətlərin qısa zaman ərzində dəyişməsi və bəzi hallarda xeyli bahalaşması suallar doğurur. Bəzi iddialara görə müəyyən vaxtlarda tətbiqlərdə eyni anda taksi sayının azalması və ya maşınların görünməməsi qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Bəzi istifadəçilər bunu sürücülərin koordinasiyalı davranışı ilə əlaqələndirir. Onda avtobusdan istifadə edə bilmədiyim üçün, məsəl üçün taksi çağırmışdım, 2 kilometr məsafə üçün. Evdən Yasamaldan bura kimi. 10 manat yazmışdı hardasa. Yəni o məncə sui-istifadə edirlər, düzgün deyil. Yəni müştəri baxışı ilə təbii ki, düzgün deyil. Ümumiyyətlə insanlığa sığmayan bir şeydir. Yəni istifadəçilikdir, o da ki, əfsuslar olsun çox insanlarda var. Xüsusən də taksilər çox istifadə edir belə hallardan. Bilmirəm kim tənzimləyir, amma nəzarət olsa məncə yaxşı olardı. Əhmədliyə getməliydim. Normalda məsələn 6 manatlıq, 7 manatlıq olan yolu həmin günü 18 manat aparmışdılar məni və düşünürəm ki, dəhşətli bir qiymətdir. Belə Koroğluya normalda 7-8 manata yazırdı. Keçən dəfə 12-13 manata yazırdı. Taksi sürücüləri tıxac vaxtı o qiymətə belə deyək də xidmət göstərmək istəmirlər. O nöqteyi nəzərdən proqram təminatını bağlayırlar. Bu da istər-istəməz müəyyən qədər taksi qiymətlərinə təsir göstərir. O ki qaldı kütləvi şəkildə proqram təminatını bağlamaq hal-hazırda mümkün deyil. Çünki kütləvi şəkildə proqram təminatını bağlamaq üçün taksi sürücüləri kütləvi şəkildə boykot etməlidirlər. Tənzimləyən taksi şirkətləridir. Yəni istədikləri vaxt, tələb və təklifə görə qiymət müəyyənləşdirirlər. Daşıma müddəti, səfər müddəti uzanır və sair. Bax bu amillər enerji sərfiyyatı, yanacaq sərfiyyatı artır. Bu amillər də öz sözün deyil. Həm də orada bir tələb və təklif arasındakı fərq. Məsələn, maşınlar azalırsa, sifarişlər çoxalırsa, dərhal burada qiymətləri qalxmağı müşahidə oluna bilər. Ölkəmizdə, xüsusən Bakı şəhərində ictimai nəqliyyat tələbi də çox güclü deyildir. Taksi xidmətlərindən istifadə edənlərin sayı çoxdur, həddən artıq çoxdur. Bundan sui-istifadə eləmək olmaz. Tutaq ki, xidmətə ehtiyac çoxdur deyə qiyməti artıraq, bu doğru yanaşma olmaz. Məsələ ilə bağlı müxtəlif fikirlər səslənsə də taksi qiymətlərinin dəyişməsi və artımı ilə bağlı narazılıqlar davam eləyir. Vətəndaşlar bu prosesin daha şəffaf izah olunmasını istəyirlər.